Yazırlar bir nəfər aşiq adam idi, səhrada yaşayırdı, çöllərdə yaşayırdı. Gəlir Həzrət Əli əleyhissalamdan sual soruşur. Gəlir deyir, Səələ Ərabiyyun ən əmiril müminin ən dərəcatil muhibbin. Gəldi o çöl ərəbi Həzrət Əlidən aşiqlərin dərəcələr haqqında soruşdu. Sualından bəllidir ki, mərifət sahibidir. Demir, mən necə Allaha aşiq olum? Deyir, dərəcələrini de. Deyir, ədna dərəcatihim. Onların aşiqlərin dərəcəsini soruşsan məndən. Həzrət Əli deyir ki, ən aşağı dərəcəsini sənə deyim və deyir. Nə baş verir? Fəğəşə aləl-ərabi. Deyir, bu çöl ərəbi özündən gedir, yıxılır gedir, haldan düşür, sözə görə. Ən aşağı dərəcəsini deyir, bunun taqəti olmur, yıxılır gedir özündən. Bunu su ilə filanla özünə gətirirlər. Soruşdu ki, ya əmir əl-müminin, fələmmə əfaqə qalə həl dərəcətun ə'la minha. Bundan da üstün dərəcə var. Əli əleyhissalam cavab verdi ki, qalə nəəm səb'unə dərəcə. Bundan 70 dərəcə üstündə var. Bu birincidir, 70 dərəcədir, mən ən aşağısını dedim sənə. Deyim də sizə Həzrət Əli hansı dərəcəndir? Dedi, aşiqlərin ən aşağı dərəcəsi budur. Ədna dərəcatihim mən istəsğərə taətəhu. Öz itayətini kiçik görür. Eləyir ibadət, yaxşı işlər görür, yaxşı işlərini az görür, kiçik hesab eləyir. Neynəsə, deyir, heç nə eləməmişəm, əli boşam. Yaxşı işlərini kiçik görür, az görür. Nə yaxşıdır ki, adam bax bu ruhiyyədə olsun. Özünü böyük görməsin, böyülənməsin. Adam özünü kiçik görsün.